Tamam əziz izləyicilər, mən bir neçə dərman aldım aptekdən. Deməli, bu ilbizlər, çılpaq ilbizlər nə əkirəmsə hamısını otlayır, qoymur bitki böyüsün. Onu öldürmək üçün bax bu zəhərdir. Bu dərmanı səpmək. Qonşular səpirlər. Mən də əlacsız qaldım. Artıq bu ilbizlərlə mübarizə üçün bax bunu aldım ki, səpim mənim bağımda da olmasın. Bu deməli azot kübrəsi deyirlər. Ev arasında dənəvər kübrədir. Azotu torpaqda artırmaq üçün, bitkinin inkişafını yaxşılaşdırmaq üçün bax bu kübrə yaz fəslində vurulur. Burada da xorustu haqqında çox danışmışam və digər dərmanlar var. Məqsədim hava açılsın, indi yağışdır, küləkdir. Hava açılsın, bağda bunu tətbiq eləyib effektini müşahidə eləməkdir. Sizlə bir yerdə bir sınaq kimi, həm də siz də şahid olarsınız, iştirakçısı olarsınız bu eksperimentin. Necə tətbiq eləyəndə hansı effekti verir, effekti azdır, çoxdur. Bütün bunları bilmək üçün bir videoda, bəlkə hətta 2 video buna həsr eləyəcəm ki, bağçamızda ağaçlarımız, tərəvəzimiz heç olmasa ailənin tələbatını ödəmək üçün əkirik biz, əmələ gəlsin. Amma bu dərmandır, kübrədir, bu kübrə sayılır, azot kübrəsi. Bunların da qaydası var, norması var. İstər insan orqanizmi olsun, istər bitki olsun, o elementlərin balansı olmalıdır həmişə. Torpaq da balanslı olmalıdır. Turşu qələvi balansı olmalıdır. Mineralların azlığı, çoxluğu yenə balansda olmalıdır. Tutaq ki, kalium çoxluğu kalsium azlığına səbəb ola bilir, yaxud kalsium çoxluğu kalium azlığına səbəb olur. Və bir şeyi çox vermək, kübrəni çox vermək əslində məhsuldarlığa gətirib çıxartmır. Bəzən əksinə olur. Bunu veririk, o birisi mineralın azlığı qarşıya çıxır və bitki inkişaf eləyə bilmir. Bunu da bilmək üçün bir təcrübə lazımdır ki, ildə, 2 ildə nə qədər kübrə vermək olar, hansı kübrədən, necə bu balansı qorumaq lazımdır. Bunun elmi qaydası, elmi yanaşması nə cürdür? Torpaq verilir analizə və oradan təlimat alınır. Analiz laboratoriyalarının özündən təlimat alınır ki, bu torpaqda nələr çatmır, nə vermək lazımdır ki, bu torpağı balanslaşdıra bilək minerallara görə. Amma bu bizim üçün, yəni bu həvəskar bağbanlar, bir bağçası olan adamlar üçün, ya bağı olan, balaca bağı, ailənin tələbatı üçün tərəvəz, meyvə yetişdirən adamlar üçün məqbul deyil də. Biz istəyirik ailə büdcəmizə qənaət eləyək bir tərəfdən, digər tərəfdən də ekoloji təmiz məhsullar hazırlayaq. Ona görə bu da heç əmələ gəlmir, müəyyən tədbir görmək lazımdır. Amma o tədbiri də az miqdarda eləmək lazımdır ki, çox da ekoloji problem yaratmayaq məhsullarımızda. Ona görə bunu balaca az miqdarda, dozası az olaraq mən tətbiq eləyəcəm və hamımız bir yerdə, sizinlə bir yerdə görəcəyik nə effekt verir. Hansı doza bəs eləyir, hansı eləmir.
Buna görə abunə olun. İnşallah hava açılanda bu azot gübrəsini vuracağım. İlbiz dərmanını vuracağım. Bağı yox eləsin deyə o ilbizləri. Əgər xəstəlik aşkarlanarsa, o digər dərmanlardan istifadə eləyəcəm. Əgər xəstəlik aşkarlanarsa. Sağ olun, salamat qalın. Görüşərik inşallah.